Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz möminlər, Allah bu gözəl ayda, mübarək ayda etdiyiniz duaları, tutduğunuz oruçları qəbul etsin. Bəhsimiz Quran-ı Kərimdən misallarla bağlı idi. Bugünkü bəhsimizdə də Quran-ı Kərimin mübarək Yasin surəsinin 77-ci ayəsindən 79-cu ayəyə kimi bir ibrətli məsələyə toxunacağıq. Uca Rəbbimiz bu ayədə əziz Peyğəmbərimizə bir xəbəri çatdırır. Daha doğrusu, Peyğəmbərimizin başına gələn bir hadisə ilə bağlı Peyğəmbərimizə bu ayələri nazil edir və Peyğəmbər bu ilahi məntiqlə, bu ayələrlə həmin o insanlara, həmin o müşriklərə cavab verir. Ayələrin ərəbcəsindən tilavət edirəm. Bismillahirrahmanirrahim. وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ Sadaqallahul aliyyul azim. Peyğəmbərin zamanında bir hadisə baş verir. Bir müşrik, Allaha şərik qoşan, Allaha iman gətirməyən və həmçinin axirət dünyasını inkar eləyən bir müşrik gəlir, bir ölmüş sümük parçasını götürür və Peyğəmbərin məhzərində onu ovur əlində, səpir göyə, yaxud atır Peyğəmbərin qabağına, deyir ki, bunu deyirsən Allahın dirildəcək. Yəni, sanki Peyğəmbərimizə bir tənə vurur, Peyğəmbərimizə bir məsxərə edir və Peyğəmbərimizə sual verir ki, sən bu sümükləri deyirsən ki, Allah dirildəcək və gətirəcək məhşərə, gətirəcək, yəni qiyamət günündə dirildəcək, insan gələcək, öz dünyada etdiyi əməlləri qarşısında sorğu-sual olunacaq. Peyğəmbərə bir növ tənə vurur. Allah Subhanahu bu ayələri nazil edir Peyğəmbərə ki, وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ O bizə bu misalı vurur, bu işi görür, amma öz xilqətin unudub, öz ilkin yaradılışın unudub. قَالَ مَنْ يُحْيِي الْعِظَامَ Kimdir bu sümükləri dirildən? Bu cür deyir. Peyğəmbər, sən ona denən ki, قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ Denən ki, onu dirildəcək, necə ki, onu əvvəl mərrə, yəni ilk dəfə, birinci dəfə onu diriltdi, onu yaratdı, onu inşa etdi. Qət eləyiz, əzizlər, bugün də cəmiyyətimizdə tez-tez rast gəlirik. Təəssüflər olsun, bu sözlər müsəlmanlardan xaric olur, müsəlmanlardan sadir olur. O tərəfdən gələn varmı ki, yəni qiyamət günündən gələn varmı ki, biz iman gətirək, biz inanaq. İnsan o qədər maddiləşir dünyada, insan o qədər dünyaya bağlanır, o qədər dünya insanı təfəkkürün, məntiqin, zehnin məşğul eləyir. İnsan daha pərdə arxasını görə bilmir, insanın mənəviyyatı çökür və insan ayəyə, hədisə, Peyğəmbərə imanı zəifləyir, yaxud da ki, imanı olmur. Bu cür sözlər deyirlər. Dəfələrlə eşitmişik ki, ümumiyyətlə o tərəfə gedib qayıdan varmı ki, biz onu dinləyək, ondan xəbər tutaq. Yaxud da ki, necə ola bilər ki, insan öldü, məhv oldu və insan təzədən diriləcək və bu şübhəni deyənlər, bu sözü deyənlər elə bilməsinlər ki, təzə bir şübhə gətiriblər, təzə bir, yeni bir söz fikirləşiblər. Xeyr, elə 1400 il bundan öncə də müşriklər bu cür sözləri əziz Peyğəmbərimizə demişdilər və Allah Teala bu ayələri Quranda nazil etmişdi və Peyğəmbər onların cavabını vermişdir. Təəssüflər olsun, bu müsəlmanlar əgər bu sözü deyirlərsə, bir Allaha iman gətirən bu sözü deyirsə, cəhalətdəndir, nadanlıqdandır və inşallah ki, Allah hidayət versin. Ayədə Allah çox gözəl bir məntiqlə, sadə, hər kəsin başa düşə biləcəyi bir dildə cavab verir. Yəni necə ki, bəzi
Üləmalar buyururlar. Yəni bu ayələri, bu gözəl məntiqi "Qul yuhyihəl-ləzi ənşəəhə əvvələ mərrə" Peyğəmbər denən səni ilk dəfə xəlq eləyən Allah səni ikinci dəfə də xəlq eləyəcək, səni ikinci dəfə yaradacaq. Bu cür cavab universitet qurtarmağa ehtiyac yoxdur. Yüzlərlə kitab oxumağa ehtiyac yoxdur. Ali təhsil almağa ehtiyac yoxdur. Professor olmağa ehtiyac yoxdur. Alim, arif olmağa ehtiyac yoxdur. Sadə bir insan, insanın bir düşüncəsi var, insanın məntiqi var və insan bu cavabı eşidir və qane olmalıdır. Necə ki, birinci dəfə bizi yoxdan var edən Allah, yoxdan yaradan Allah, ikinci dəfə də bizi yaratmağa qadirdir. Sonra buyurur ki, وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٍ O çox, bütün yaratdıqlarına əlimdir, çox elmlidir. Yəni, necə lazımdırsa o cür insanı təzədən xəlq eləyəcək. Yaxşı bir misal vururlar. Deyirlər, məsələn, qarşımda olan bu stolu, yaxud qarşımda olan bu dəftəri, ruçqanı birinci dəfə düzəldən, birinci dəfə icad eləyənin həmin o şəxsə desən ki, bundan bir dəfə də düzəlt, bundan bir yenisini düzəlt, yaxud bunu sındıraq bu stolu, deyək ki, həmin o dülgərə deyək ki, bir dənə də bu stoldan düzəlt, cavab verəcək ki, bəli, düzəldəcəyəm. Və birinci dəfə düzəltdiyindən daha yaxşı düzəldər. Çünki birinci dəfə artıq da təcrübədən keçib, fərz eləyək, ikinci dəfə daha yaxşı düzəldər. Amma ona desək ki, sən bu stolu düzəltmirsən, daha düzəldə bilməzsən, bu gülüncdür. Yəni, sanki bəzi insanlar Allaha deyirlər ki, yəni, dillərində bu cür deyirlər ki, Allah, sən məni yaratmısan birinci dəfə, ikinci dəfə daim məni yarada bilməzsən. Yəni, bu insanların, bu şübhəni deyən insanların məntiqi bundan ibarətdir. Allah Teala səlis və gözəl, sadə dillə o cür insanlara cavab verir ki, sizi birinci dəfə xəlq eləyən Allah, yaradan Allah və sizi ikinci dəfə yaratmağa nədir? Qadirdir. Sonra ayənin əvvəlində buyurdu ki, وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ Yəni, o bizə bu misalı vurdu və öz xilqətin yaddan çıxartdı və əxlaq alimləri də bu ayədən bir nöqtə istifadə ediblər ki, insanın, günaha mürtəkib olan insan, həyatda onun üçün qırmızı bir xət olmayan, yəni halal haram bilməyən, halal qatıb harama aləmi vurub bir-birinə, buyururlar ki, bu insan nəsiyə xalqa öz xilqətin yaddan çıxardır. İnsan öz yaradılışın unutsa, insan öz xilqətin yaddan çıxartsa və insan hər bir şey edər. Ümumiyyətlə, bir şeyə diqqətinizə çatdırım. Əxlaq alimləri bu cür buyururlar. Buyururlar ki, insanın ilahi qanunları tapdamasının səbəbləri, günaha mürtəkib olmasının səbəblərindən bir çox səbəbləri var. İnsanda müxtəlif müəyyən təsirlər var. Amma bir səbəb də bundan ibarətdir ki, insan axirət dünyasına ya iman gətirmir, ya da ki, iman gətirir, amma imanında nədir? Zəifdir. Bugün mən bilsəm ki, mən dərk eləsəm və həqiqətən vücudumla, öz varlığımı necə öz varlığıma inanıram, qarşımda olan bir şəxsin varlığına gözümlə onu görürəm, o cür mən axirət dünyasına iman gətirsəm, axirətin varlığına mən iman gətirsəm, onda mən bugün kimisə qeybətini etmərəm, kimisə haqqına girmərəm, kiməsə zülm etmərəm və bilərəm ki, bir gün gələcək mən bu dünyada etdiyim işlər qarşısında cavab verəcəyəm. Ümumiyyətlə, biz Qur'ana baxanda görürük, Qur'anın 6236 ayə Əhl-i Beyt məktəbində Qur'anın ayələrini saydır. Təqribən bəzi üləmalar buyurublar ki, 1400 ayə, hətta bəzi ağalar buyurublar ki, 2000-ə yaxın ayə Qur'anda qiyamət günündən, axirət dünyasından, cənnətdən, cəhənnəmdən, ümumiyyətlə bu dünya ayələri deyil o ayələr. Bu da təqribən Qur'an-ı Kərimin 1/3 hissəsi eləyir ki, başqa bir aləmdən danışır, başqa bir dünyadan danışır. Necə ola bilər ki, insan bu məsələyə məsuliyyətsiz yanaşsın? Bir gün gələcək, biz bu dünyanı tərk eləyəcəyik. Bu ayələrlə bağlı müəyyən nöqtələr ki var, inşallah diqqətinizə çatdırım. Biri bundan ibarətdir ki, Qur'an-ı Kərimə əsasən insan torpaqdan yaranıb. Allah ilk yer üzərinin, ilk sakinin, yəni Həzrət Adəm əleyhissalamı torpaqdan yaradıb. Nəsil artımı qadınla baş verib. Yəni, Adəmlə Həvva anamızın
cinsi münasibətindən, intim münasibətindən nəsil artımı baş verib və bu baş vermək ana bətnindən baş verib. Quran-Kərimə əsasən məsələ budur. Üçüncü məsələ, önəmli məsələ insanın yaradılışı ilə bağlı. İnsan ölməlidir. İnnəkə, Allah Peyğəmbərimizə innəkə meyyitun və innəhum meyyitun. Sən də öləcəksən Peyğəmbər və onlar da öləcəklər. Kullu nəfsin zaiqətil maut. Hər bir canlı varlıq ölüm şərbətini dadacaqdır. Ümumiyyətlə, həyatda buyururlar, dünyada hər nə varsa fanidir Allahdan başqa. O da insan faninin dalıyca qaçmaqdansa, nəfsin dalıyca qaçmaqdansa, elə əbədinin dalıyca qaçsa, əbədiyyətə, əbədi varlığa qoşulmağa, əbədi varlığa çatmağa, əbədi varlığın istədiklərini etməyə səy etsə, çalışsa, o əbədiyyət tapacaq. Çünki əbədiyyətə, əbədi varlığa qoşulan elə əbədiyyət tapar. Yəni, cənnətlə əbədiyyət tapar və s. Bu bəhsimizə aid deyildir. Dördüncü budur ki, insan hökmən öləndən sonra axirətə qayıtmalıdır. Və bu, Qur'anın hətmi bir vədidir. Və əzizlər bilirlər, əqaid oxuyanlar da Usul-i-Dinin 5 dənə bəndən biri nədir? Məaddır, yəni axirətdir. Bir nəfər axirət dünyasını inkar eləsə və cahil olmasa, nadan olmasa, qanmaz olmasa, həqiqətən elm əhli olaraq, bir alim olaraq müsəlman özünə hay desin ki, mən Allahı qəbul edirəm, deistlər kimi məsələn, axirət dünyasını inkar eləsə, bu insana biz müsəlman deməyəcəyik. Həmçinin Quran-Kərimə əsasən insanın 6 dənə dünyası var. Birinci dünya, Quran deyir, bu zər aləmidir. İnsan, bizim həqiqətimiz, bizim varlığımız bir aləmdə idi ki, həmin aləmdən biz gəldik dünyaya. Atalarımızın sülbü və bu ikinci aləmdir. Analarımızın bətni üçüncü aləmdir, üçüncü dünyamızdır. Bu dünya, indi yaşadığımız bu dünya, 60 il, 70 il, 100 il, 200 il, bilmirəm nə qədər Allah ömür veribsə, bu dördüncü dünyamızdır. Beşinci dünyamız bərzəx, altıncı dünyamız da ya cənnət, ya cəhənnəmdir. Buyururlar, insan bu 5 dənə dünyada, sadaladığımız bu 5 dünyada müvəqqətidir. Amma sonuncu dünyada nədir? Quran-Kərimə əsasən insan əbədidir. Cənnətə də daxil olsa əbədidir və cəhənnəmə də daxil olsa, təbii ki, bəzi istisnalar var. Cəhənnəmə də daxil olsa, Quran deyir, bəzi muanidlər, inatkarlar, küfr əhli, xalidinə fiha, əbədi orada məskunlaşacaqlar. İnsanın zərr aləmi də, insanın ana bətni də, insanın bu dünyası da, insanın bərzəxi də hamısı nədir? Müvəqqəti həyatdır və insanın axirət həyatı nədir? Əbədi həyatdır. Və ayədə qeyd olunan məsələlərdən biri də bundan ibarətdir ki, Allah əlimdir, Allah hər şeyi biləndir. Şübhələrdən biri budur ki, insanın cismi, varlığı torpağa qarışır və müəyyən bir torpaqdan, misal üçün, o torpaq qarışır torpağa və torpaqda ağac əkirlər, nə bilim, torpaqda bitki əkirlər, filan şey əkirlər və o gedir başqa bitkilərə, gedir bir başqa bir tərəflərə filan. Necə olur ki, Allah bu zərrəcikləri, yəni insanın torpağa qarışan zərrəciklərin gətirib, birləşdirib və ruhu daxil edib ona Yasin surəsinə əsasən və başqa surələrə əsasən, ayələrə əsasən qaldıracaq, gətirəcək. Ayə ona da cavab verir ki, və huvə bi kulli xalqin alim. Allah çox elmlidir. Allah hər yerdə olan o zərrəcikləri birləşdirəcək və insanı bu dünyada olduğu kimi yenə də xəlq eləyib və məhşərə gətirəcək. İnşallah ayələrdən başa düşdük ki, axirət məsələsi mühüm məsələdir, insanın əqidəvi məsələsidir və inşallah ki, bizim dünyamızı abad etməliyik, dünyamızı yaxşı yaşamalıyıq, gözəl yaşamalıyıq ki, ta inşallah bizim axirət dünyamız yaxşı olsun, xeyirli olsun və ən əsası da bu dünyada Allahın övliyalarından, Peyğəmbərdən, Əhl-i Beytdən möhkəm yapışmalıyıq ki, inşallah ümidimiz axirətdə onların şəfaətinə daha çoxdur. Allah inşallah bizləri həm dünyada, həm axirətdə Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın.